Salam əziz izləyicilər. Bu gün sizinlə MHM 80 sınağından mövzu sınağı 1-in B variantına baxacağam. Gəlin bir nömrəli tapşırığa baxaq. Deyir ki, AB hasili 35-ə bərabərdir. BC hasili isə 45-ə bərabər olarsa, ABC hasilinin natural bölənlərinin sayını tapın. Uşaqlar, hər iki hasildə ortaq olan vuruq nədir? B. Aha, B ortaq vuruqdursa, bunları sadə vuruğa ayıraram. 35-i ayırsam 5, 7, 7, 1. 45-i ayırsam 3, 15, 3, 5, 5, 1. Baxın, hər ikisində ortaq olan vuruq 5-dir. Deməli, B neçəymiş? 5 imiş. B 5-dirsə, A neçə olacaq? 5, 7, 35, 7. C isə 5-i neçəyə vuranda 45 eləyir? 9-a. C-də 9 oldu. Məndən hasilinin natural bölənlərini istəyir. Gəlin vuraq. A vurulsun, B vurulsun, C. Yəni 7 vurulsun, 5 vurulsun, 9. 9 üçün kvadratı kimi yazaram. Vurulsun 5, vurulsun 7. Uşaqlar, natural bölənləri necə tapırdıq? Qüvvətlərin üzərinə 1 əlavə eləyib hasilini tapırdıq. Yəni 2 plus 1 vurulsun. Bax 5 ilə 7 üzərində də 1 var. 1 plus 1, 1 plus 1. 3 vurulsun 2, 6, 6-nı da 2-yə vuranda 12. Cavab oldu B variantı. Keçək 2 nömrəli tapşırığa. Deyir ki, A və B ədədlərinin ortaq olmayan sadə vuruqlarının hasili 5-ə. Deməli, sadə vuruqların, ortaq olmayan sadə vuruqların hasilini nə ilə ifadə edirdi? C hərfi ilə. Deyir ki, bizə C 5-dir. Ən böyük ortaq böləni isə, ən böyük ortaq bölən nədir? EBOB. EBOB AB isə 6-ya bərabərdir. Bu ədədlərin hasilini tapın. Uşaqlar, EBOB-la bağlı düsturumuz var idi. Deyirdi ki, EBOB AB bərabərdir. Kök altında AB bölünsün C-yə. Hər tərəfi kvadrata yüksəlsəm nə olacaq? EBOB AB-nin kvadratı bərabərdir AB bölünsün C-yə. Gətirib yerinə qoyuram. EBOB nədir? 6. 6-nın kvadratı bərabərdir AB bölünsün 5. 6-nın kvadratı eləyir 36. 36-nı da vururam çarpaz 5-ə. Bərabər eləm AB-yə. Deməli, AB neçə olacaq uşaqlar? 36-yı 5-ə vuranda 180. Cavab Y variantı. Keçək 3 nömrəli tapşırığa. Aha, bunu baxın, hər ikisini neyniyərəm? Onluq kəsirdən adi kəsirə çevirərəm. Buna görə də baxın, məxrəci diqqət edin. 0.1-dir. Bunu neçə vuraram? 10-a vuraram. Hər iki tərəfin. Sürəti və məxrəci 10-a vuraram. Vurulsun 10. Vurulsun 10. Üstə gəl. Həmçinin, baxın, sürət nədir? 0.5. Məxrəc nədir? 0.5-dir. Onluq kəsirdən adi kəsirə çevirsəm, 10-a vuracam. 5 vurulsun 10 bölünsün, 0.5 vurulsun 10. Üstə gəl. 0.2 bölünsün 1000-2. Baxın uşaqlar, məxrəc nədir? 1000-2. Neyniyərəm məxrəci adi kəsirə çevirməkdən ötürü? 1000-ə vuraram. Gəlin yuxarıda vuraq 1000-ə. Bərabərdir. 10-10-um 100. 0.1-i 10-a vuranda 1. Üstə gəl. 50 bölünsün. 0.5-i 10-a vuranda 5. Üstə gəl. 200 bölünsün. 1000-2-ni 1000-ə vuranda 2 eləyir. Bərabərdir. 100 üstə gəl 10. Üstə gəl 202-yə böləndə 100. Bu da eləyəcək 210. Cavab oldu A variantı. Keçək 4 nömrəli tapşırığa. Deyir ki, Aysun pulunun. Uşaqlar, bizə Aysunun nə qədər pulu olmağın verilməyib. Deyirəm ki, Aysunun x manat pulu var. Və bu x manat puldan 1/4-ni, yəni 1/4 x-ini və 7 manat xərcləyib. Üzərinə gələrəm neçəni? 7-ni. Deyir ki, 56 manat qaldı. Deməli, mən ümumi puldan xərclənən pulu çıxsam, nə qədər qalacaq? Qalıq pulum 56 olacaq. Gəlin həll eləyək. X çıxılsın 1/4 x. Çıxılsın 7 bərabərdə 56-ya. X-dən 1/4 x-i çıxsam, 4x-dən x-i çıxanda 3x bölünsün 4. 56 üstə 7 gələndə 63. Çarpaz vursam, x nəyə bərabər olacaq? 63 vurulsun 4 bölünsün 3. Bu da eləyəcək 21-i 4-ə vuranda 84 manat.
Cavab oldu D variantı. 5 nömrəli tapşırıqda nə deyir? Deyir ki, verilən ifadənin 1/3 hissəsini tapın. Uşaqlar, dövrü kəsir verib. Gəlin bunları birinci adi kəsirə çevirək. Baxın, adi kəsirə çevirsən birinci nə olacaq? 9-da 2. Demişdik ki, dövrün içərisində nə qədər ədəd varsa, onun sayda da 9 yazırıq. Üstə gəl. Dövrün içindəki qədər 9 yazdım. Özündən qabaq neçədən ədəd var? Bir dənə. Deməli, o sayda da nə yazacağım? 0. 21 çıxılsın 2. Üzərinə gələcəm. 90-da 32 çıxılsın 3. Bölünsün. 2 tam 90'da 26 çıxılsın 2. Bərabərdir. Uşaqlar, üçünə də ortaq vuruq. Ortaq məxrəc nədir? 90'dır. Yazıram 90. 90'ı 9'a böləndə 10. 12'yə vuranda 20. 21'dən 2 çıxanda 19. 32'dən 3 çıxanda 29. Bölünsün. 2 tam 90'da 24. Bərabərdir. Bu nə eləyəcək? 90'da 20 üstə 19, 39, 39 üstə 29, 68 eləyir. Baxın uşaqlar, bunu düzgün olmayan kəsrə çevirərəm. Nə eləyəcək? 90'da 2 90'ım 180, 204. Tərsinə nə eləyəcəm? Vuracam. Olacaq 204'də 90. İxtisar eləyirəm. 68 ilə də 204 ixtisar eləsəm, burada qalacaq 3. Və məndən nə istəyir? 3/1 hissəsini tapın. 3/1'i nə edəcəm? Vuraram 3/1. Bərabərdir 9'da 1. Cavab oldu A variantı. Keçək 6 nömrəli tapşırığa. Baxaq görək bu 6-da nə deyir? Deyir ki, ədədin 8-ə bölünməsindən alınan qalıq. Deməli, x ədədidir. 8-ə bölünməsindən alınan qalıq 7'dir. Bu ədədin 4'ə bölünməsinin alınan qalığı tapın. Uşaqlar, zaten bunu belə də eləmək olar ki, tutalım ədədimiz 7'dir. 7'ni zaten 8'ə böləndə qalıq neçə alınır? Qalıq 7 alınır. Gəlin bu 7 ədədin 4'ə bölək. 7'ni 4'ə böləndə bir dəfə qalıq neçə düşür? 3. Cavab oldu C variantı. 7 nömrəli tapşırığa keçək. Deyir ki, A bölünsün B bərabərdir 5'də 4 və əkyob AB 120 olarsa A plus B cəmini tapın. Uşaqlar, bunu necə eləyə bilərəm? K'lar üsulu ilə eləmək daha əlverişlidir. A'ya deyərəm 4K, B'yə deyərəm 5K. Gətirib qoyaram yerinə. Əkyob 4K, 5K bərabərdir 120. K'nı qarşıya çıxarsam, K vurulsun əkyob 4, 5 bərabərdir 120. Uşaqlar, 4 ilə 5 qarşılıqlı sadə ədəd olduğuna görə bunun əkyobu hasilinə bərabərdir. Yəni K vurulsun 20'yə, o da bərabərdir 120'yə. 120'ni 20'yə böləndə neçə eləyir? 6. K da bərabərdir 6 olur. Məndən nə istəyir? A plus B cəmini istəyir. A neçə olacaq? 4 vurulsun 6, 24. B neçə olacaq? 5 vurulsun 6, 30. 24 üstə gəl 30 bərabərdir 54'ə. Cavab oldu B variantı. Keçək 8 nömrəli tapşırığa. Qonşu bucaqlardan biri digərinin 5'də 4 hissəsinə bərabərdir. Deməli, qonşu bucaqlardan biri alfadır, digəri 5'də 4 alfadır. Və yaxud bunu 4 alfa, 5 alfa kimi də yaza bilərsiniz. Deyir ki, bu bucaqlardan kiçiyinin dərəcə. Uşaqlar, qonşu bucaqların dərəcə ölçülərinin cəmi nəyə bərabərdir? Deyirdi ki, 180 dərəcəyə bərabərdir. Bərabər eləm 180'i. Toplayıram. Olacaq 9 alfa bölünsün 5 bərabərdir 180. Buradan alfanı tapsam, 180 vurulsun 5 bölünsün 9. 180 ilə 9 getsə 20, 20'ni də 5'ə vursam 100. Deməli alfa 100'dür. 5'də 4 alfa neçə olacaq? 5'də 4'ü vursam 100'ə eləyəcək 80. Məndən kiçiyini istəyir. Kiçiyin dərəcə ölçüsü 80 dərəcə oldu. Yəni A variantı. Keçək 9 nömrəli tapşırığa. 3 ardıcıl cüt ədədin cəmi. Uşaqlar, cüt ədədin düsturu var idi. Hansı idi? 2. Aha.
Birincisi 2 idi. Ondan sonra gələn 2 vahid özündən böyük olur. 2n plus 2, 2n plus 4. 3 ardıcıl cüt ədədi yazdım. Cəmi nə qədərdir? 186. Cəmin toplayıram. Cəmi neçə eləyəcək? 6n üstə gəl. 6 bərabərdir 186. 6n bərabərdir 180-ə, n də bərabərdir 30-a. Deyir ki, ən böyük ilə ən kiçik. Ən kiçik 2n'dir, yəni 60. Ən böyük isə 2n plus 4'dür. Bu neçə eləyəcək? 2-ni 30'a vuranda 60, 64. Və məndən nə istəyir? Əkop 60 ilə 64 istəyir. Bərabərdir. Sadə vuruqlarını ayıraram. 2, 32, 2, 16, 2, 8, 2, 4, 2, 2, 1. 60 da sadə vuruqlarını ayıraram. 2, 30, 2, 15, 3, 5, 5, 1. Ən böyük neçədə 64'ü götürərəm. Bir də 3-dən 5'i götürəcəm. Yəni digərində olmayanları. 64 vurulsun 15 bərabərdir. 960 eləyir. Cavab oldu D variantı. Keçək 10 nömrəli tapşırığa. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri digərindən 8 dəfə böyükdür. Birinə alfa deyirəm, digərinə 8 alfa deyirəm. Toplayıram 180'ə bərabər eləyirəm. Olacaq 9 alfa bərabərdir 180, alfa da bərabərdir 20'yə. Deməli, alfa 20 oldu, 8 alfa da 160 oldu. Məndən nə istəyir? Böyüyü. Böyüyü də olacaq 160 dərəcə. Yəni Y variantı. Keçək 11 nömrəli tapşırığa. Aha, 11 nömrəli tapşırıqda nə deyir? Deyir, A minus B bölünsün 3B bərabərdir 1 olarsa, əkub AB vurulsun. Əbob AB də 16'dır. A üstü B'ni tapın. Uşaqlar, demişdi ki, əkub AB vurulsun, əbob AB nəyə bərabərdir? A vurulsun B hasilinə. Bizə A vurulsun B hasilini neçə verir? 16. Həmçinin burada çarpaz vuraram. Nə onlar? A minus B bərabərdir 3B. B'ni keçirsəm sağ tərəfə olacaq A bərabərdir 4B'yə. K-larla ifadə eləyə bilərəm və yaxud da ki, A-nın yerinə 4B-ni qoyaram. 4B vurulsun B bərabərdir 16'ya. B-nin kvadratı bərabərdir 4'ə, B də bərabərdir 2'yə. Bizdən A üstü B-ni istəyir. B 2'dirsə A neçə olacaq? A da 8 olacaq. 8'in kvadratı da eləyir 64. Cavab oldu C variantı. Keçək 12 nömrəli tapşırığa. Düz xətt üzərində qeyd olunmuş 8 nöqtəni əmələ gətirdik. Şüaların sayı. Uşaqlar, şüaların sayı 2 ilə, parçaların sayı isə n vurulsun n minus 1 bölünsün 2'yə bərabərdir. Gətirib qoyuram yerinə. N'in yerinə baxın. Yuxarıda da qeyd edirəm 8'dir. Yəni 8 nöqtə var. Sayıdır. 2'ni vururam 8'ə eləyəcək 16. 8 vurulsun 7 bölünsün 2. Bu da eləyəcək 28. Hansı hissəsin? Deyir ki, şüaların sayı, yəni 16, 28'in hansı hissəsini təşkil edir? 4'ü ixtisar eləsəm, 7'də 4. Cavab oldu Y variantı. Keçək 13 nömrəli misala. Deyir ki, bir fəhləm işi 8 saatda, digəri isə 6 saatda. Uşaqlar, bir fəhləm 1 saat. Deməli, işin hansı hissəsini görür? 8'də 1'in və 6'da 1'in. Toplayıram və deyir ki, onlar birlikdə neçə saat işləyir? 2 saat işləyir. İşin hansı hissəsi görülməmiş qalar? Aha, 8'də 1 ilə 6'da 1'i toplayıram. Neçə eləyəcək? Ortaq məxrəc 24. 24'ü 8'ə böləndə 3. 6'ya böləndə 4. 3 ilə 4 toplasam 7. Vurulsun 2. Eləyəcək 12'də 7. Aha, 12'də 7'si görülüb. Neçə hissəsi görülməmiş qalar? Birdən çıxaram 12'də 7'nin bərabərdir 12'də 5 eləyəcək. Cavab oldu A variantı. Keçdi 14 nömrəli tapşırığa. Bölən 5 natamam qisməti 45 olarsa, deməli x bölünsün 5 bərabərdir 45'ə, qalıqda 3 olarsa bölünəni tapın. Necə tapacağım uşaqlar? 5'i vuraram 45'ə, üzərinə də 3'ü gələrəm. Bu eləyəcək 225 plus 3. Yəni 228. Cavab oldu D variantı. Keçək 15 nömrəli tapşırıq.
Uşaqlar, bu tipli misalları həll etməkdən ötürü nə edirik? Birinci hissədən sonuncu hissəni çıxıram. Demək, 15 nömrəli tapşırıq. Aha, gəlin çıxaq. 3-də 4 çıxılsın 13-də 4. Bunun fərqinə vuracam. Baxın, fərqi nə qədərdir? 3-dən 5-ə nə qədər artıb? 2 dəfə. Yəni 2 vahid artıb. 5-dən 7-ə 2 vahid artıb. Vuracam 2-də 1-ə. Bərabərdir. Ortaq vuruq. Məxrəc 39-dur. Ortaq məxrəc 39-dur. 39-u 3-ə böləndə 13. 13-ə böləndə 3. 13-ü 4-ə 52 çıxılsın. 12 vurulsun 2-də 1. Bərabərdir. Bu eləyəcək 39-da 40 vurulsun 2-də 1-ə. Bərabərdir. İxtisar eləsəm, qalacaq neçə? 39-da 20. Cavab olacaq Y variantı. Keçək 16 nömrəli tapşırığa. AB 2 rəqəmli ədədi üçün ifadə bu olarsa A plus B cəmini tapın. A minus B bölünsün A plus B bərabərdir 7-də 3 olacaq. Uşaqlar, çarpaz vuraram. Nə olacaq? 7 vurulsun A minus B bərabərdir 3 vurulsun A plus B. Mötərizəni vurub atsam 7A minus 7B 3A plus 3B. B'ləri bir tərəfə, A'ları da bir tərəfə yıxsam olacaq. 7A'dan 3A çıxsam 4A, 3B-nin 7B-ni çıxsam 10B. Bölsəm 2-yə, 2A bərabərdir. Neçə olacaq? 5B. Deməli, A 5-dir. B də 2-dir. Bizdən nə istəyir? A plus B cəmi. A plus B bərabərdir 7-yə. Keçək 17 nömrəli misalla. 600 ədədinin mürəkkəb bölənlərinin sayını tapın. Uşaqlar, 600-ü necə yaza bilərəm? 3 vurulsun, 4 vurulsun, 5-in kvadratı kimi yazaram. Yox, üzrü sayın. 3 vurulsun 200 yazaram. Bu da neçə eləyəcək? 8 vurulsun 25. 2-nin kubu vurulsun 3 vurulsun 5-in kvadratı. Aha. Bunun natural bölənləri nəyə bərabərdir? Üstlərini toplayaram. 3 plus 1, 1 plus 1, 2 plus 1. 4 2 8, 8 3'ə vuranda 24. Aha, məndən nə istəyir? Mürəkkəb bölənlərinin sayını. Uşaqlar, natural bölənlərinin sayını, sadə bölənlərin sayını çıxaram. Bir də özünü çıxaram. Baxın, görün, sadə bölənlərin sayı neçə dənədir? 2, 3, 5. Yəni 3 ədəd. Bir dənə də özünü çıxsam eləyəcək 20 ədəd. Keçək 18 nömrəli tapşırığı. Uyğun tərəfləri paralel olan bucaqların cəmi 300 dərəcə olarsa, deməli bu bucaqlar necə bucaqlardır? Bərabərdir. Çünki uyğun tərəfləri paraleldir. Bu bucaqlardan birinin dərəcə ölçüsünü neyini tapın. Uşaqlar, bucaqlar bərabərdirsə, deyirəm alfa plus alfa bərabərdir 300-dür. 2 alfa bərabərdir 300-ə. Alfa neçə olacaq? 150 dərəcə. Keçək 19 nömrəli tapşırığa. İndi diqqətlə baxın. Buna nə edirəm? Tamamlayıcı xəttlər əlavə edirəm. Buradan bir dənə tamamlayıcı xətt əlavə elədim. Baxın uşaqlar. Bu dərəcə 55 dərəcə olarsa bu bucaq. Baxın, bu bucaq da 55 olacaq. Bir dəqiqə. Bu bucaq da 55 dərəcə olacaq. Aha, sonra. Baxın uşaqlar. Bu hissə 156-dır. Bəs bura neçə olacaq? 180-dən çıxaram 156-nı eləyər 24 dərəcə. Deməli, bu hissə neçə oldu? 24 dərəcə. Məndən hansı bucağı istəyir? A, B, C bucağı. Yəni, bu hissəni istəyir. Üç bucağın daxili bucaqların cəmi 180 dərəcə olduğuna görə 180-dən 24 ilə 55-in cəmini çıxsam, mənə bucaq ABC-ni verəcək. Bu eləyir 79, 180-dən də 79 çıxanda 101 dərəcə. Keçdik 20 nömrəli tapşırığa. Aha, deyir ki, ədədinin 5-də 4 hissəsini tapın. Uşaqlar, ortaq məxrəci nədir burada? 30. 30-u 5-ə böləndə 6.
3'ə böləndə 10. 6 çıxılsın. 7 üstəgəl 10. Bərabərdir. 6-dan 7 çıxanda -1, -1 üstədə 10 gələndə 9. Bölünsün 30. Bunu neyini istəyir? 5-də 4 hissəsin. 30'da 9 vurulsun 5'də 4. 2 ixtisar eləsəm. 15, 2, 3 ixtisar eləsəm 5, 3, 3 2, 6, 25'də 6. Onluq kəsir şəklində də yazsaq 0,24 eləyir cavab. Keçək 21 nömrəli tapşırığa. 10'a və 3'ə bölündükdə qalıqda 2 alınan. Uşaqlar 10'a və 3'ə bölünən ədədləri taparam birincisi. Yəni ən kiçiyini taparam 30'dur. Bütün 3 rəqəmli ədəd. 3 rəqəmli ədəd deyirsə 30'u 4'ə vuraram. Ən kiçiyi neçə olacaq? 120. Deməli, ən kiçiyi 120'dir. Bəs ən böyüyü neçədir? Ən böyüyü də 990'dır. Deyir ki, qalıqda 2 alınır. Qalıqda 2 alınırsa üzərlərinə nə gələrəm? 2'ni əlavə eləyərəm 992. 992'dən çıxaram 122'ni. Bölərəm 30'a. Üzərinə də 1 əlavə eləyərəm. Bərabərdir. 992'dən 122 çıxanda. Bu eləyir 29. 29 üstədə 1 gələndə 30. Keçək 22 nömrəli tapşırığa. Uşaqlar, bu tipli misalları həll edərkən çalışın mərhələ-mərhələ həll edin. Birinci surəti yazaram. 0 tam A'dan B. Üstəgəl 0 tam B'dən A. Bərabərdir. Bunu birinci necə yazaram? Dövrü onluq kəsirdən adi kəsirə çevirərəm. Eləyəcək 90'da AB çıxılsın A. Üstəgəl 90'da BA çıxılsın B. Bərabərdir. Açaram 10'a çıxılsın A. Daha doğrusu üstə gəlinsin B. Çıxılsın A. Üstəgəl 10B. Üstəgəl A minus B. Bölünsün 90. Bərabərdir. Baxın. 10 A'dan A'nı çıxsam. A'lardan biri müsbət. Biri mənfi getdi. B'lərdən biri mənfi, biri müsbət getdi. Nə qaldı? 10 vurulsun. A plus B bölünsün 90. Bu da eləyir. A plus B bölünsün 9. Deməli, birinci hissəni nə aldım? A plus B bölünsün 9. Keçirəm ikinci hissəni eləmək. Aha. Bəs bu necə yazılsam? 900'də. Daha doğrusu 990'da A, B, üstəgəl 990'da B, A. Bərabərdir. Gəlin açaq. 10A plus B, 10B plus A. Bölünsün 990. Bərabərdir. Bu da bizə nə verir? 11 vurulsun A plus B bölünsün 990. İxtisar aparsam. Yuxarıda A plus B. Aşağıda isə 90 qalacaq. Ortada bölmə əməli var idi. Bölmə əməli olanda, yəni kəsir olanda neyinirdi? Çarpaz vururdu. Yəni A plus B-ni bölünsün 9 vurulsun, çarpaz vururam. A plus B, yəni tərsinə vururam 90. Burada qalır 10. Bunlar da ixtisar gedəndə cavab elədi 10. Keçək 23 nömrəli tapşırığa. Uzunluğu 25 kilometr olan yolun kəlanlarına hər 10 metrdən bir. Uşaqlar, 25 kilometri çevirirəm metrə. Eləyəcək 250.000. Daha doğrusu 25.000 metr. Aha, 25.000. Bax, deyir ki 10 metrdən bir. Uşaqlar, zaten birinci hissədən başlayır dirək əkilməyə. Hər 10 metrdən bir əkilərsə, neyəcəm? 25.000'i böləcəm ona. Üzərinə də bu birinci dirəyə əlavə eləyəcəm. Yəni, gələcəm. Bu eləyəcək 2501. Elə prama yazıq 2501. Və hər iki tərəfdən
Əkilirsə 2501 vuraram 2-yə eləyəcək 5002. Keçək 24 nömrəli tapşırığa. Mərkəzi 75 olan düzgün kəsirlərdə neçə sonluluq kəsir şəklində yazmaq. Məxrəci yazılmalı idi, əslində səhv düşüb. 24. Deməli, uşaqlar, 75-in sadə bölənlərini yazaram. Necə yaza bilərəm? 3 vurulsun 5-in kvadratı kimi yazaram. 25, 3 vurulsun 5-in kvadratı kimi yaza bilərəm. Sonra, məndən nə deyir? Sonlu onluq kəsir. Sonlu onluq kəsir olmağından ötürü içərisində 2 5 olmalıdır. Yəni, bir dənə 5-in kvadratını, yəni 5-i götürəcəm. 5-in kvadratı eləyir 25. Bundan da bir ədəd çıxaram, eləyəcək 24. Keçək 25 nömrəli tapşırığa. Uyğun tərəfləri perpendikulyar olan alfa və beta bucaqları üçün bu ifadə olarsa alfa minus beta fərqini tapın. Gəlin tapaq. Uşaqlar, birinci neyniyərəm? Çarpaz vuraram. 5 alfa minus 4 beta bölünsün. 3 alfa üstə gəl 9 beta bərabərdir 5-də 2-yə. Çarpaz vursam nə alınacaq? 5 vurulsun 4 alfa minus, daha doğrusu 5 vurulsun 5 alfa minus 4 beta bərabərdir 2 vurulsun 3 alfa plus 9 beta. 25 alfa minus 20 beta bərabərdir 2 üçün 6 alfa üstə gəl 18 beta. Bir tərəfə toplasam 25-dən 6 çıxsam 19 alfa bərabərdir 18 ilə 20-ni toplasam 38 beta. Hər tərəf 19-a bölsəm alfa bərabərdir 2 betaya. Uyğun tərəfləri perpendikulyar olursa cəmi nə qədər olacaq? 180. Yəni alfa üstə gəl beta 180 dərəcədir. Alfanın yerinə gətirib 2 beta qoysam 2 beta üstə gəl beta bərabərdir 180-ə. Beta bərabərdir 60 dərəcəyə. Məndən alfa minus beta fərqini istəyir. Alfa beta 60-dırsa alfa da olacaq 120 dərəcə. 120 çıxılsın 60, bu da bərabərdir 60 dərəcəyə. Bugünlük bu qədər. Səhifəmi izləyib dəstək olmağı unutmayın.